Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan Haberler programında Bakü stüdyosundan herkese merhaba. Bugün 25 Eylül 2025 Perşembe, ben Özlem. Herkesi salamlayıram, mən də Ali. Özlem, bugün de gündemimiz zengindi. Öyle görünüyor Ali. Dünkü yayınımızda Sokar'daki bir yöneticiyle ilgili tutuklama haberinden bahsetmiştik. Hatta casusluk iddiaları vardı. O konuda bir gelişme var mı? Bəli, var. Sokarın Ticarət Departamentinin sabiq rəhbəri Adnan Əhmədzadə haqqında Səbail rayon məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib. Rəsmi ittihamlar mülkü mənimsəmə və iqtisadi təhlükəsizliyə qarşı təxribatdır. Vay, yani iddialar ciddi. Dün konuştuğumuz gibi sadece bir yolsuzluk değil, resmen ekonomik sabotajdan bahsediliyor. Bəli, iddiaya görə yüksək keyfiyyətli Azerlight neftini başqa xam neft məhsulları ilə qarışdıraraq mənfəət əldə edib və ölkənin neftinin keyfiyyətinə zərər vurub. Bu çox ciddi bir məsələdir. Bir yanda ülkenin en büyük şirketinde bunlar yaşanırken, diğer yanda Cumhurbaşkanı Aliyev de yurt dışında yatırımcı peşinde galiba, değil mi? Tamamilə doğru. Cənab Prezident İlham Əliyev New Yorkda dünyanın ən böyük investisiya şirkətlərindən olan Global Infrastructure Partners və Franklin Templeton şirkətlərinin rəhbərləri ilə görüşüb. Məqsəd Azərbaycana xarici sərmayə cəlb etməkdir. Ne kadar ironik değil mi? Biri ülkeye sermaye çekmeye çalışıyor, diğeri içeriden sabote ediyor iddiaya göre. Peki, halkın cebini ilgilendiren konulara dönelim. Havaalanında bir taksi meselesi varmış. Bize çok tanıdık gelen bir konu. Bəli, bu xəbər müxalif media quruluşu olan Meydan TV-dəndir. Ombudsman aparatı Heydər Əliyev Beynəlxalq Hava Limanındakı yeni taksi tariflərini tənqid edib. Bildirilir ki, yeni qaydalar rəqabəti əngəlləyərək süni qiymət artımı yaradır. Süni qiymət artımı. Ne demek Ali? Süni, yani yapay. Sahte bir fiyat artışı mı demek istiyorsun? Bəli, tam olaraq o. Yəni təbii olmayan, bazara uyğun olmayan, süni şəkildə yaradılmış bir bahalaşma. Ombudsman deyir ki, bu sərnişinlərin seçim azadlığını məhdudlaşdırır və sərbəst sahibkarlığa ziddir. Serbest sahipkarlık, yani girişimcilik yani. Ah, bu havaalanı taksi tekeli konusu bize hiç yabancı değil Ali. Demek ki neymiş? Dünyanın her yerinde 3 kuruş fazla kazanmak için vatandaşı mağdur eden birileri çıkıyormuş. Görünür, elədir. Başqa bir tənqidi xəbər də yenə müxalif mənbələrdən gəlir. Praq Vətəndaş Cəmiyyəti Mərkəzi Bakıda keçirilən Formula 1 yarışları ərəfəsində həbsdə olan Əbzas media jurnalistləri üçün çağırış edib. Ne diyorlar çağrıda? Hökumətin beynəlxalq idman tədbirlərindən imic üçün istifadə etdiyini, ancaq eyni zamanda ölkədə müstəqil medianı susturduğunu vurğulayırlar. Yolsuzluq xəbərləri yazdıqları üçün həbs edilən jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər. Anlıyorum. Bir de sosyal medyada tanınan bir şairin davası varmış. O ne oldu? Bəli, bu xəbəri də Azadlıq radiosundan oxuyuruq. TikToker şairə kimi tanınan İlhamə Elşad qızı narkotik maddə saxlamaq ittihamı ilə 3 ilə müddətinə azadlıqdan məhrum edilib. Özü isə məhkəmədə bunun ona qarşı bir qurama olduğunu deyib. Kurama mı? Bu kelimeyi ilk defa duyuyorum. Kurmaca, komplo gibi bir anlama mı geliyor? Bəli, qurama yəni quraşdırılmış bir iş, bir komplo. Maddi çətinlikləri olduğu üçün ona bu tələnin quraşdırıldığını iddia edir. Çok üzücü gerçekten. Peki biraz daha farklı bir konuya geçelim. Sosyal medya demişken Azerbaycan'daki kullanım alışkanlıkları da değişiyormuş galiba. Bəli, bu maraqlı bir statistikadır. Global Stats Mərkəzinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycanda Instagramın bazar payı 42,7%-ə yüksələrək Facebook'u geridə qalıb. Bizde de durum farklı değil ki. Artık kimse uzun uzun yazıları okumak istemiyor. Herkes görselliğe, hızlı tüketime odaklanmış durumda. Demek ki trendler aynı. Bəli, görünür sosial media zövqlərimiz get-gedə daha çox oxşaşlaşır. Ay ağzına sağlık. Bugün de gündemi enine boyuna konuştuk sayende. Mən təşəkkür edirəm Özləm. Dinləyicilərimizə də bizi dinlədikləri üçün təşəkkürlər. Fason Radyo'da yarın tekrar buluşmak üzere. Hoşça kalın. Fason Radyo.